yiyəsi öləndən sonra 20 ildə oturub onu gözləyib. O haqqında film də çəkiblər. Qorxma göşey. Deyək, qorxur. Təsəvvür eləyin ki, bir il o bu yerdən heç yerə tərpənmədi. Elə gözürdü belə, qaydırdı, otururdu burada. Necə atıblar, belə də otururdu. Ondan sonra adamlar buna çox dəyişdi də. Yəni, hamı bilir bu iti. Ac deyil, hər zaman yeməyi var bunun. İndi kimin gücü nəyə çatır, gətirir. Bu əslində buradan 2 kilometr aşağı düşsə, yer tapar. Getmədiyinə görə, hamı deyir ki, sırf öz yiyəsini gözləyir də bu. Belə fikirləşir. Lerikin bu Xatiko gözləyir də. O burada da elə qalıb öləcək o. O stres keçirir, gözləyir. Sonra amma yiyəsi gəlsə gedər ondan.